Nədən bir dənə Azərbaycanın restoranında, kafesində, bir dənə pubunda bir dənə nəzarət yoxdur? Körpə uşaqlarla saat 10-da, 11-də, 12-də hamı pubda oturub, qəlyan, qadınlar, qızlar, hətta reklam üçün, qızlar üçün qəlyan pulsuzdur. Niyə? Niyə qəlyan çəkilməlidir orada? Nəyi təbliğ edirik? 5 manat artıq pul qazanmaqdan ötürü milli mənəvi dəyərlərin hamısını körramalıyıq. Niyə tənzimlənmir bu qanunla? Niyə deyilmir ki, saat 10-dan sonra paba körpə uşaqlarla gəlmək olmaz? Mən efirdir deyə bəzi şeylər açıq danışmıram, amma axı biabırçılıqdır o. Ana oturub uşağının yanında qəlyan çəkir. Bu uşaq nə olacaq? Bu uşaq hansı nümunəni götürəcək? Hə? Bundan danışılsın bugün. Bugün Azərbaycanda danışılası problem budur.